Salam əziz Azərbaycan xalqı, hər birinizi salamlayıram, ekrana yaxın əyləşin. Bax, yuxarıda gördüyünüz qardaşı tanıyırsınız da, 44 gün vətən müharibəsinin iştirakçısı Misir Qasımlıdır. Çox əziyyəti olub Qarabağda. Ukraynada həbs olunub. Bəzi dırnaqarası blogerlər, jurnalistlər niyə paylaşmışsınız ki, qardaşımıza dövlətin saliyyətli nümayəndələrə dəstək olsun, kömək olsun, çıxsın video qarşısına, yəni bir nəticəsi olsun. O bəzi jurnalistlərə deyirəm, bəzi blogerlərə deyirəm, bəzilərinə aiddir. O arxasını bəzləyib, dalan bəzləyib, çıxıb özünü reklam edib. Çıx cəmiyyətçisi nə? Bax belə təbii çəkiliş hali şeydir. Şimdi sən görsün ki, Allah Taala necə yaradıb. Xalq görsün də, nə? O dağlar başını bəzəməklə bir iş çıxmır. Allah səni yaradıb, Allah da səni görür. Qardaşımıza dəstək olun, xahiş edirəm. Kömək edin. Anası fəryad edir, fəryad istəyir. Xalqımızdan kömək istəyir, dəstək istəyir. Hər an, hər dəqiqə şəhid ola bilərdi. Xahiş edirəm. Köməkdarınız eləm. Videomu paylaşın, dəstək olun. Eləyə bilmişsə, mənim videomu paylaşın. Bunun aidiyyəti qurumlar, xüsusi nümayəndələr görsünlər, Misir Qasımlıya dəstək olsun. Azərbaycan xalqı dözümlü xalqdır. Eşq olsun Azərbaycan xalqına. Azərbaycan xalqı qalib dövləti yaşayır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu oğlan da vətən uğrunda, torpaq uğrunda əziyyət çəkib. Onun çıxışlarına baxın da, videolarına baxın da. Niyə paylaşmışsınız ki? Ancaq elə özünüzü görürsünüz. Kimsə tərəfləyim, kimsə bəziyim. Yəni ki, 5-10 manat pul alım. Puldur, vardır, dövlətdir. Hamısı boş söhbətdir. Kişinin mənliyi, şərəfi olar. Sağ olun.